Quranda ayə var ki, yaxınlarını Allahın əzabı ilə qorxut. Yəni ilk növbədə qohumlarını çağır. Həzrət Peyğəmbər qonaqlıq təşkil edir, yaxın adamlarını, qohumlarını toplayır. Və orada danışanda deyir, indi mənə kim iman gətirsə, məndən sonra mənim vəsim odur. Özündən sonraki imamdan danışır. Həzrət Əli də cavan uşaq, 9-10 yaşında. 3 dəfə Peyğəmbər deyəndə 3 dəfə Həzrət Əli əleyhissalam qalxır ayağa, Həzrət Peyğəmbərə iman gətirdiyini deyir. Başlayırlar ələ salmağa. Ələ salmaq oradan başlanır ilk gündən. Qiyamət günü də Peyğəmbər sallallahu buyurur ki, ya Əli, sən cənnət cəhənnəmi böləcəksən. Deyir, axı bilirsiniz, mən Peyğəmbərin yanında necə bir yerdəydim. Cəmaət həmişə görürdü ki, Peyğəmbər gedir, qucağında bir uşaq var. İlk gündən 2 qəhrəman görürük. Bir əsas qəhrəmandır, bir də onun yanında qucağında ondan ayrılmayan bir şəxs. Həyatım boyu, uşaqlığından Peyğəmbər məndən bircə yalan və səhv iş görmədi. Ondan sonra deyir ki, uşaq anasının dalıca necə qaçırsa, mən Peyğəmbərin dalıca elə qaçırdım. Çünki onlar nurlar aləmində bir yerdə olublar, hələ dünyaya gəlməmiş. Peyğəmbər çox ucadır, gərək bir əlindən tutub aparsın ki, Allah əleyhissalamı qərar verir. Bu qapını qoy, başqa qapı ilə gedib çıxamayacaqsan, nə Peyğəmbərə, nə Allaha.